Nümunələrin birində bağlayıcılarda duyğu işarəsinin işlədilməsi ilə bağlı səhv vardır. A variantında. Mən gəldim, o isə sabah gələcək. Burada hanı bağlayıcı? B variantı. O nə oxuyur, nə də yazır, hanı bağlayıcı? Nədə? Deməli, nədənin işləndiyi yerdə ikinci nədən öncə vergül qoyulur. C variantında. Əhməd də bu məsələdən xəbərdardır. Burada da bağlayıcıdır. Amma ki, bir dənə işləndiyi üçün vergülü qoymayacaqsınız. D variantında. Vəli daş kimi yatmışdı. Çünki gecə növbəsindən gəlmişdi. Burada çünkidən sonra yox, öndə vergül qoyulur. Bəli, deməli ki, sənin səhv cavabın D variantıdır. Tamam. Sonra başqa səhv kimdə varsa desin. 4. Mənim 5. İkinci sual. Cümlənin ortasında işlənən, özündən əvvəl vergül qoyulan bağlayıcılardan ibarət cərgəni müəyyən edin. Baxın, A variantında ilə və burada vergül qoymayacaqsınız. Lakindən öncə vergül qoyulur. 2-də isə ondan sonra. Deməli ki, deyir ki, özündən əvvəl qoyulanları siz ki, burada cərgəni pozdur. B variantında çünki, amma, həmçinin, hətta, öncə bizə deyir ki, əvvəl vergül qoyulanları seçirsiniz. Ona görə cavabın oldu B variantı.